Xəbər verdiyimiz kimi, dünən əməkdar artist, gənc tamaşaçılar teatrının tanınmış aktyoru Vahid Əliyev 73 yaşında vəfat edib. Bu barədə mədəniyyət yazarı Vasif Ayan sosial şəbəkə hesabında paylaşım edib. O bildirib ki, aktyoru görmək üçün evinə gəliblər, lakin qapıdan içəri keçəndə Vahid müəllim dünyasını dəyişib. Mən belə hadisə görməmişdim, bizi gözləyirdi, şokdayam. Baş verənlərlə bağlı Cəbhə-Info AZA açıqlamasında Vasif Ayan deyib ki, hadisə onlar aktyorun evinə çatan anda baş verib. Onun sözlərinə görə həmin gün Vahid Əliyevə portret hədiyyə ediləcək, həm söhbət, həm də kameraya çəkiliş olacaqdı. Biz danışmışdıq ki, onunla görüşəcəyik. Həmin görüş də çəkilməli idi. Vahid bəyə portret hədiyyə verəcəkdik. Çəkiliş edib və bir az söhbət edib gedəcəkdik. O da bizi gözləyirdi. Hətta süfrə də açmışdılar. Deyirmiş ki, Vasifgil harda qaldılar? Həyat yoldaşı deyib ki, gəlirlər. Biz binanın həyətinə daxil olduq, zəng vurduq. Yoldaşı pəncərədən baxıb dedi ki, bu tərəfə keçin, içəri girin. Təsəvvür edin, binanın bu tərəfindən o tərəfinə keçdi. Yuxarı qalxanda yoldaşı əli ilə işarə etdi ki, gecikdiniz. Hönkür-hönkür ağlayırdı. Yuxarı qalxıb İçəri daxil olanda gördük ki, artıq üzünü örtür. Bax, belə. Bir anın içində gözümüzün qabağında portreti ora qoyduq. Təsəvvür edin, portreti görə bilmədi. Yoldaşı portreti açdı, hönkürtü ilə ağlamağa başladı. Elə həmin portreti də cənazəni götürəndə özləri ilə götürəcəkdilər. Biz orada şok vəziyyətində idik. Əlimizdə hədiyyə, evə gəlmişik, çay süzüblər. Süfrə açıblar, bizi gözləyirlər. Amma saniyənin içində bunlar baş verdi. Gözümüzün qabağında keçindi.